3 may Dünya Mətbuat Azadlığı günüdür. Bu isə Mətbuat Azadlığı indeksində 2002-ci ildən bəri Azərbaycanın qətiyyətli geriləmə xəttidir. İlham Əliyevin hakimiyyətə gəlməsindən bir il öncə ölkə 101-ci yerdə idi. 2026-cı ildə 23 illik hakimiyyət dövrünün yekununda isə Azərbaycan 171-ci pilləyə, sonuncu onluğa yuvarlandı. Mətbuat yoxdur. Bəs 70 pilləlik bu dramatik tənəzzül necə baş verdi? 2002-ci ildə nisbi pluralizm və tənqidi qəzetlər mövcud olsa da, 2003-cü il prezident seçkiləri və ardınca etirazların zorakılıqla yatırılması mətbuata böyük zərbə vurdu. Bu hakimiyyətin ötürülməsi, sərt keçid, indeksdə dərhal 12 pilləlik geriləmə ilə nəticələndi. Bakıda keçirilən müxalifət nümayişi zamanı ən azı 25 yerli və xarici jurnalist təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülmüş, onlardan bir neçəsi xəstəxanalıq olmuşdu. Elmar Hüseynov, 37 yaşlı jurnalist, 2005-ci ilin mart ayının 2-sində Bakıda yaşadığı binanın pilləkənlərində onun tutduğu yol odlu silahdan açılan atəşlə qətlə yetirildi. Bizi azadlığa çıxarır və bu cəmiyyət və bu ölkə azadlığa çıxacaq. 2008-ci ildə BBC, Azadlıq Radiosu və Amerikanın Səsinin yerli FM yayımına qadağa qoyuldu. Cəmiyyət alternativ beynəlxalq xəbər mənbələrindən məhrum edildi. Mənə təzyiq eləmək olar. Xədicə İsmail kimi araşdırmaçıların seçki saxtakarlıqlarını və korrupsiyanı ortaya çıxarması hökumətin sərt reaksiyasına səbəb oldu. Blogerlər həbs edildi. 2011-ci ildə publisist Rafiq Tağı sui-qəsd qurbanı oldu. Azərbaycan mediası və ədəbiyyatı bu dəfə Rafiq Tağının məzarı üstündə Fatihə ətrafında birləşməli oldu. 2013-cü ildə müxalifət fəalları İlqar Məmmədov, İlham Əliyev faktiki Rıza Pəhləvinin yolunu gedir. Tofiq Yaqublu və Yadigar Sadıqlı həbs edildi. Azadlıq, nida. Nidaçılar tutuldu. Dövrün siyasi mənzərəsi belə idi. Nida. 2014-cü ilin sonunda Azadlıq Radiosunun Bakı bürosu basqına məruz qaldı, mühürləndi. Bu mərhələ təkcə medianın yox, vətəndaş cəmiyyətinin və QHT-lərin də yox edilməsi cəhdidir. Xədicə İsmail, Leyla Yunus, İntiqam Əliyev kimi şəxslər həbs edildi. Pozitiv olun, Müstəqil saytlar ölkə daxilində rəsmən bloklandı. Qulp kimi satirik proqramlar bağlandı. O vaxt Sevil çadırasını atdı. 2015-ci ildə Aynes telekanalında verilişlərin bağlanması davam eləyir, İç xəbər də tarixə qovuşmuşdu. 2017-ci ildə Mehman Əliyevi tutdular, sonra buraxdılar. Turan bağlandı, sonra yenə açıldı. 2017-ci ildə jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq gətirilməsi sübut elədi ki, rejim üçün sərhədlər artıq əhəmiyyət daşımır. Mən bilmirəm nə olacaq, necə olacaq və nə zaman olacaq. Əvvəlcə saatın baş xəbərləri. Milli Radio Şurası, Aynes Televiziyası və Aynes ÇM Radiosunun fəaliyyətinin dayandırılması barədə press-reliz yayıb. Qapadılan Azadlıq qəzetinin redaksiyasında indi təkcə bir jurnalist Təzəxan Mirələmli fəaliyyət göstərir. Yeni media qanunu və media reyestri ilə jurnalistika dövlətin lisenziyasından asılı vəziyyətə salındı. Reyestrdən kənarda qalanlar qeyri-qanuni elan edildi. Casus proqramı Pegasus ilə izlənmələr kütləviləşdi. Dövlətin jurnalistləri addım başı izlədiyi ortaya çıxdı. 2023-2026-cı illər müstəqil medianın qalıqlarına qarşı total hücumla yadda qaldı. Abzas Media, Toplum TV və Meydan TV-nin rəhbərliyi, o cümlədən Sevinç Vaqif qızı, Aynur Elgünəş, Natiq Cavadlı, Şəmşad ağa və onlarla digər jurnalist uzun müddətli həbslərə göndərildi. 2025-ci ildə Azərbaycanın ən köklü müstəqil informasiya agentliyi Turan fəaliyyətini dayandırdı, sonra yenidən bərpa etdi. Bugünədək saxlanan jurnalistlərin və media işçilərinin sayı 25-ə çatıb. Ən qorxuncu isə iqtidar yönlü medianın öz həmkarlarını qaralama kampaniyasında alətə çevrilməsi oldu. Yeni, danılmaz. Əcəb eləmişik. İfşa edici faktları Yaxşı eləmişik. 101-ci yerdən 171-ci yerə gedən bu yolda Azərbaycan mətbuatı xeyli qurbanlar verdi, xeyli
saxtakarlıqları ifşaladı. Bu təkcə qəzetlərin, medianın qapadılması yox, həm də azad medianın iqtisadi cəhətdən boğulması prosesidir. Bugün müstəqil mətbuat tamamilə qərb fondlarından asılı vəziyyətə salınıb. Reklam məhdud, qrant məhdud. Müstəqil jurnalist necə fəaliyyət göstərsin? Azad media bütün reklam əməkdaşlıqlarından, ictimai dəstəkdən belə məhrum qoyulub. Onların ölkə daxilində fəaliyyəti üçün heç bir yol saxlanılmır. Hakimiyyət nəzarətindəki jurnalistləri mənzillərlə mükafatlandırarkən müstəqil jurnalistlər partizan kimi yaşamağa məcbur edildilər. Amma məhbəsdəki həmkarlarımız göstərirlər ki, media təslim olmur. Mayın 1-də Meydan TV işi üzrə keçirilən növbəti məhkəmə prosesində jurnalistlər Aysel Ümidova, Xəyalə Ağayeva, Aytaç Tapdıq, Ülviyə Əli, Fatimə Mövlamlı 3 may Dünya Mətbuat Azadlığı günü ilə əlaqədar aksiya keçirdilər. Onlar stulların üzərinə çıxdılar, azadlıq mətbuatın şah damarıdır, jurnalistika cinayət deyil, meydanda da yan-yana, zindanda da yan-yana deyərək şüarlar səsləndirdilər. Meydanda da yan-yana, zindanda da yan-yana, meydanda da yan-yana, zindanda da yan-yana. Həmkarlarımız bugün məhbəsdən belə Abzasın, Meydanın, Toplumun Kürdəxanı ofisi, Lənkəran ofisi kimi şərti bölmələrini işə salıb fəaliyyət göstərir, həbsxanalardan da korrupsiya, işgəncə hallarını ictimailəşdirirlər. Əlbəttə, yenə həmin ofisləri qeydiyyatdan keçirmədən, yəni qanundan kənar.